Yuxusuzluq, xüsusilə də yay mövsümündə istilərdən bəzən yata bilmirsən, bəzən ağcaqanadların əlindən yata bilmirsən, bəzi insanlar üçün isə fərq eləmir, qış və yaxud da yazdımı, payızdımı, yaydımı yuxusuzluqdan əziyyət çəkir. Bildiyimiz kimi, xüsusilə də gecə hamı üçün istirahət vaxtı olsa da, bəzi insanlar üçün bu saatlar əsl sınağa çevrilir. Yatağa uzansalar da saatlarla gözlərinə yuxu getmir. Bəziləri isə gecə ərzində dəfələrlə oyanır və səhər özünü yorğun hiss edir. Bəs niyə yata bilmir? Beyində hansı proseslər baş verir? Yuxusuzluq hansı xəstəliklərin xəbərçisi ola bilər? Yuxu problemindən əziyyət çəkən bizim insanlarımız, vətəndaşlarımız, bax, bu mövzuyu sırf sizin üçün nəzərdə tutmuşuq, müzakirə eləmişik. Həkimlərimiz, mütəxəssislərimiz olacaq. Gəlin onların tövsiyəsini dinləyək və bu əsasda hərəkət edək. İnsan orqanizmi gün ərzində müəyyən bioloji ritmə uyğun fəaliyyət göstərir. Axşam saatlarında hava qaraldıqca beyin yuxuya hazırlaşmağa başlayır. Bu zaman yuxunu tənzimləyən melatonin hormonunun ifrazı artır, bədən temperaturu aşağı düşür, ürək döyüntüsü və tənəffüs yavaşlayır. Bütün bunlar orqanizmə istirahət siqnalı verir. Ancaq bu sistem hər zaman normal işləmir. Stres, həyəcan, gündəlik problemlər və uzun müddət davam edən psixoloji gərginlik beyində oyanıqlığa cavabdeh olan sinir mərkəzlərini aktiv saxlayır. Nəticədə insan nə qədər yorğun olsa da, beyin hələ də təhlükə və ya fəaliyyət rejimində qalır. O qədər problemlər var ailələrində, ailə tərkibində də, ailə özlərində problemlər olur, yata bilmirlər. Gecəni də yuxusun gün orta vermir, heç bir saat vermir. Əvvəllər belə olub, gec vaxtlar yatmışam, yuxu yatmaqda problemlər çəkmişəm, amma olur. Yəni, insan bir müddətdən sonra, məsələn, tez-tez gec yatanda, istəsəniz insanda yuxu problemləri olur. Çox insana gec yatır, hələ yuxusuz qalır, ya da nəsə bir xəstəlik ola bilər, problem ola bilər, çox sinir xəstəliyindən insanlar yuxusuz qala bilirlər. Düşüncələr bir-birinə əvəz edir, ürək döyüntüsü sürətlənir və yuxuya getmək çətinləşir. Həkimlər bildirirlər ki, yuxu zamanı beyin sadəcə dincəlmir. Gün ərzində toplanan məlumatlar emal olunur, yaddaş möhkəmlənir, sinir hüceyrələri arasında əlaqələr yenilənir və beyin maddələr mübadiləsi nəticəsində yaranan tullantılardan təmizlənir. İnsan kifayət qədər yatmadıqda isə bu proseslər pozulur. Yaşdan sonra bizim beynimizdə bir vəzi var ki, o melatonin deyilən bir maddə ifraz edir və bu maddə bizim gecə yuxusunu, yəni beynimizdə sirkad ritm deyilən bir şey var. Biz qaranlıq düşəndə bütün təbiətdə olan varlıqlar kimi bizdə melatonin sintezi artmağa başlayır və bizə yuxu verir. Bu dediyimiz hadisələr, stresslər və ya gecə növbələri o melatonin sintezini pozur beyində və bu melatonin sintezi pozulması nəticəsində həqiqətən də yuxu pozuntuları ortaya çıxır və bu bir xəstəlik kimi də ola bilər. Bəzi insan heç bir şey yoxdur, sadəcə melatonin zəif sintezi olunduğuna görə və yuxu mediatoru düzgün olmadığına görə bu insanlar yata bilmir. Belə olduğu təqdirdə qıraqdan biz bunu dəstəkləyici veririk və onu yerini doldurmağa çalışırıq. Yəni belə deyək ki, xəstənin yuxu keyfiyyətini düzəldək. Araşdırmalar göstərir ki, uzun müddət davam edən yuxusuzluq diqqət və yaddaşın zəifləməsinə, iş qabiliyyətinin azalmasına, immun sisteminin zəifləməsinə, yüksək qan təzyiqinə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Hətta iş o yerə çatır ki, yuxusuzluqdan əziyyət çəkən insanlar bəzən məcbur qalıb yuxu dərmanından da istifadə edirlər. Bəzi insanlarda həqiqətən də yuxu dərmanlarına ehtiyac olur. Bu insomniyalar, parasomniyalarda ki, məcburi şəkildə veririk. Amma bunların hamısı uzun müddət bunu içməli deyil. Yəni bu adət halına keçməlidir. İşdən sonra gələn yatan insan saat 12-yə, bəziləri 3-dən yatır, deyir 12-də dururam, gecə onun tamamlanmır. Yəni dediyim, bayaqki kimi melatonin səhərə doğru, saat 8-lərə doğru artıq sintezi tamam tormozlanır və yəni gün çıxdı, serotonin ifrazı başlayır. Melatonin geri plana atılır. Serotonin bizi oyadan bir maddədir və biz elə bir ki, təbiətə qarşı çıxırıq.
çıxırıq da. Serotonin bizi oyatmaq çalışır, biz yatmağa çalışırıq. Bu keyfiyyətli bir yuxunu gətirib çıxartmır ortalığa və bizim hormonal sferamız bu zaman mediator sistemimiz bütün pozulur. Həkimlər sağlam yuxu üçün hər gün eyni saatda yatıb oyanmağı, axşam saatlarında ağır qidalardan və kofeindən uzaq durmağı, yatmazdan ən azı 1 saat əvvəl elektron cihazlardan istifadəni dayandırmağı, eləcə də yataq otağını qaranlıq və sakit saxlamağı tövsiyə edirlər. Əgər yuxusuzluq həftələrlə davam edir və gündəlik həyata təsir göstərirsə, mütləq həkim müayinəsindən keçmək lazımdır. Çünki yuxusuzluq bəzən başqa xəstəliklərin ilk əlaməti də ola bilər. Jalə Qəhrəman qızı, Yunis Yusifli, Qərib Cavadov.